Salam dostlar, necəsiniz? Bugün sizlərlə birlikdə aldığım bir neçə əşyanı göstərəcəm. Yəni başlayaq. Belə 4 dənə kart almışam. 3 dənəsi Brawl Stars kart. Mən Brawl Stars kartım az olduğu üçün 3 dənə aldım və bir dənə də belə bir Sanrio aldım. Sonra 3 dənə belə bir karandaş aldım. Sonra bundan aldım belə. Bir manata karandaşın gazetesi içinde 4 vərəqdir. 60 qəpiyə şükür Allah bundan tapdım və aldım. Belə kitab aracı. Nə vaxtdan da axtarırdım. Sonra 2 dənə bundan. Bunun kromisi, pompopirini falan yox idi. Ancaq bir bu qalmışdı sinema. Bir də pozasku qalmışdı. Məcbur bir ikisindən aldım belə. 2 dənə bundan aldım. Belə blok mozaik aldım. Sonra belə bir manata not stikeri aldım. Görün nə qədərdir. Belə bax. Sonra 3 dənə belə bir lent aldım. Bu belə musiqi formasındadır. Bunlar da böyle bəzəkli, bu rəngli. Bu da belə şəffaf. Ağ ulduzlar kimi. Belə bir üzük hədiyyədir. Hədiyyə verəcəm. Belə bir kart. Sonra 3 dənə belə 20 qəpiyə sep çarmı. Sonra bir də bu stikerlərdir. Bunun içində çoxdur, göstərəcəm. Bir də belə bir 20 qəpiyə qolbaq. İçindəkiləri göstərim. Belə var. Belə var. Belə var. Belə var. Belə var. Bir də belə bir kəpənəkli var. Neçə dənədir? 6 dənə. Bunun bir dənəsini 10 qəpiyə aldım belə. Bu qədər şey aldım. 6 manata yaxın pul elədi hamısı birlikdə. Belə. Bundan sonraki videoda kartların açılımını çəkəcəyik. Və mənim bəzi dostlarımın ad günüdür. Onların da ad günü barədə hədiyyələri bəlkə çəkdim, bəlkə. Aldıqlarımın hamısını düzün gəlin. Bizə baxın belə. Bir şey deməyəcəm, çox sevdim. Videom bu qədər. Abone olmayı, like atmayı unutmayın. Sağ olun.